Salam, yeni bir video başladıram. Bu video digərlərindən qısa olacaq. Çünki hər günümdən biraz çəkmişəm və ortaya belə bir şey çıxıb. İstəyirəm bu videoda nələri sevib, nələri sevmədiyimdən, xarakterimdən danışım. Siz də məni tanımış olarsınız, maraqlı olar. Məsələn, mən xərcləməyi çox sevirəm, amma bu əsla bədxərclik deyil. Yəni istəsəm toplaya da bilirəm, istəsəm dağıda da bilirəm. O balansı qoruya bilirəm. Düşünürəm ki, həyat kiçik məsələləri özümüzə dərd eləyib, böyüdüb, böyük bir problem halına gətirmək üçün çox qısa müddətli bir yerdir. Ona görə də Allah təki heç kimə həlli olmayan bir problem verməsin. Digər bütün məsələlərin həlli var. Buna görə özümüzü üzməyə dəyməz. Yəni oturub onsuz da nəyisə fikrini çəkəndə o düzəlmir deyə düşünürəm. Ona görə də nə qədər problemim olsa da deməyi, gülməyi, əylənməyi bacarıram. Düşünürəm ki, həyatda qalmaq üçün səbəblər tapmalıyıq, əylənmək üçün ya da o olan sıxıntıları unutmaq üçün insan öz başına qatmalıdır. Bir də sevmədiyim şeylərdən biri də yığıb insanların üzərinə negativi tökməkdir. Yəni hər kəsin problemi ola bilər. Yığıb ən yaxınlarınla, dostlarınla bunu bölüşmək istəmiş ola bilərsən. Amma bunun bir dərəcəsi olmalıdır. Yəni fikir vermişəm, bu tip insanlar, dostlar həmişə yığıb problemdən, dərddən danışırlar. Yəni bir dəfə demirlər ki, gedək filan yerdə gəzək, ona görə yığmışam. Bu pendirin bütün çeşidlərini çox sevirik, alırıq, siz də mütləq alın. Ətrafımın dediyinə görə məndə paxıllıq hissi yoxdur. Həmişə hamı üçün hər şeyin ən gözəlini istəmişəm. Amma maraqlı, qəribə bir xüsusiyyətim var. Bizim evimizdəki nədənsə ya da hansısa əşyadan ya da mənim geyimimdən kimdəsə olmağını istəməmişəm heç vaxt. Yəni insanlarda bizimkindən, mənim geyimimdən daha gözəli, daha bahalısı olsun, amma eminəm mənimkindən olmasın. Buna bir baxın, çox qəşəng görsənir məncə. Bəlkə də sizə elə gəlmir. Amma mənə çox qəşəng gəlir. Elə bilirəm ki, içindəkilər çox fərqli dadlardır. İndi denəyəcək, görək nədir bu belə. Baxaq görək. Arxa fonda da sevincə olub açmışam parfümümü. Hadi baxalım görək bunun içində nə var. Hələ belə bir damcı açmışam. Bircə damcı. Bir dənə qəşəngliyi vurur məni. Bütün növ meyvə quruları doğranmış şəkildədir içərisində. Düşünürəm ki, diyetə saxlayanlar üçün də yaxşıdır. Çayın yanında meyvə qurusu yeyirlər zaten. Bu da hazır doğranmış haldadır. Üstündə yazıldığı kimi əsl vitamin deposudur. Və alış-verişə çıxırıq. Sevmədiyim şeylərdən biri də məndən bir əşya ya da geyim götürülüb geyinilməyini sevmirəm. Bundan özüm hazırladım bunu. Sıfırdan bir dənə bundan bura taxmaq qalıb. Axırda göstərəcəm necə oldu. Dəyirman formasında olanın həm maqnitli, həm də həsirli bəzəkli olanını tapmamışdım. Var idi, amma suvenir idi, maqniti yox idi. Ona görə də düşündüm bunu alım, sonra həsiri özüm əlavə eləyərəm. Necə alındı, bəyəndiniz? Fikirlərinizi yazarsınız. Bəli, arada Sumqayıtı da deyib qaydırıq. Tozludur, silmək lazımdır. Amma məndə başqa bölmə görsənmişdi şəkildə. Başqa cür gəldi amma. Belə keyfiyyət olaraq qəşəngdir. Görüntü olaraq da çox bəyəndim. Yəni səliqəlidir. Birini də almağı düşünürəm. Çünki buna yerləşməyəcək. Məndə aksesuar dəhşət çoxdur. Bilməyənlər üçün bəli, mən bu işlə məşğulam. Ola bilər ki, bilməyənlər var. Çünki YouTube'da ilk dəfədir bunu dilə gətirirəm. Sifarişlərimi tez hazırlamışam ki, müştəriyə təhvil verə bilim. Çünki bir gün sonra uçuşum var idi. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.